Sabah yerə asteroid yaxınlaşsa, biz onu dayandıra bilməyəcəyik. Bu sözlər adi fərziyyə deyil. NASA-nın planetar müdafiə üzrə məsul şəxsi vəzifəsini icra edən Kelly Fast bu barədə danışıb. O, The Times-a müsahibəsində deyib ki, hazırda ən təhlükəli hesab olunanlar şəhər məhv edən asteroidlərdir. Bu asteroidlər təxminən 140 metr və daha böyük ölçüdə olur və yerə çırpılsalar, regional miqyasda dağıdıcı fəlakətə səbəb ola bilərlər. NASA-nın planetar müdafiə üzrə koordinasiya ofisi bildirir ki, problem təkcə ölçü deyil. Problem ondadır ki, bu asteroidlərin çoxundan xəbərsizik. Kelly Fast deyir ki, belə obyektlərin cəmi 40%-ni müəyyən edə bilmişik. Qalanları isə ya qaranlıq səthə malik olduqları, ya da günəş istiqamətindən gəldikləri üçün müşahidə etmək çətindir. Nəzəri olaraq asteroidin trayektoriyasını dəyişmək texnologiyası mövcuddur. Məsələn, 2022-ci ildə həyata keçirilən DART missiyası asteroidin orbitini dəyişməyin mümkün olduğunu sübut etdi. Əsas problem ondan ibarətdir ki, biz asteroidi görəndə artıq çox gec ola bilər. Çünki belə hallar üçün sürətli reaksiya mexanizmi və texnologiyası mövcud deyil.